Sandcastles, qumdan qalalar. Every summer there are sandcastle contests at the beach in my town. Every summer, hər yay. Sandcastle, qumdan qala. Contest, yarış. At the beach, çimərlikdə. Beach, çimərlik. Town, şəhər. Hər yay mənim şəhərimdə, çimərlikdə qumdan qala yarışları olur. It's always very hot and sunny. Always, həmişə, very, çox, hot, isti, sunny, günəşli. Dostlar, burada hava sözü olmasa da biz hava sözü işlədəcəyik. Hava həmişə çox isti və günəşli olur. This year, people are building very big sandcastles. This, bu, year, il, people, insanlar, build, qurmaq, tikmək mənasındadır. Very, biraz əvvəl dedik, çox, big, böyük, sandcastles, qumdan qalalar. Bu il insanlar çox böyük qumdan qalalar düzəldirlər. Sandcastles aren't just for kids. Just sadəcə, yalnız, ancaq deməkdir. For üçün, kids uşaqlar. Qumdan qalalar yalnız uşaqlar üçün deyil. Adults like to build things with sand too. Adults böyüklər, yəni yetkin insanlar. Like xoşlamaq, build tikmək, qurmaq, things şeylər, with ilə sand qum. To həmçinin da. Böyüklər də qum ilə, yəni qumdan. Burada dostlar şeylər dedik, yəni nələrsə düzəltməyi xoş duyurlar. It's a great day for the whole family. Great böyük, day gün, whole bütün, family ailə. Bu bütün ailə üçün böyük gündür. Artists use sand and water to make the sandcastles. Artist rəssam deməkdir. Use istifadə eləmək, sand qum, water su, to make düzəltmək, sandcastles qumdan qalalar. Yəni əslində dostlar, qumdan ancaq qala yox, bu ad olaraq qala deyirik, qumdan qalalar. Müxtəlif fiqurlar mənasında da işlədə bilərik. Sandcastles, qumdan fiqurlar deyə bilərik məsələn. Rəssamlar qumdan qalalar və yaxud da fiqurlar düzəltmək üçün qum və su istifadə edirlər. They walk to the ocean to get water. They, onlar, walk, burada getmək mənasında olacaq. Yəni ayaqla gedirlər, maşından yox. Ocean, okean, get əldə eləmək mənasındadır burada. Get water, su əldə eləmək, yəni su götürmək üçün cümləmizi toplayaq. Onlar, yəni rəssamlar, onlar su götürmək üçün okeana gedirlər. Then they use the water to make the sand hard. Then, sonra, daha sonra. Hard, möhkəm, sərt deməkdir. Daha sonra onlar qumu sərtləşdirmək, möhkəmləndirmək üçün sudan istifadə edirlər. Make hard, möhkəmləşdirmək, sərtləşdirmək. Artists use tools to draw in the sand. Tools, alətlər deməkdir. Dostlar, draw, çəkmək deməkdir. Bu şəkil çəkmək də ola bilər, xətt çəkmək də ola bilər. Gəlin buna şəkil çəkmək deyək bir dəfəlik. Rəssamlar qumda şəkil çəkmək üçün alətlərdən istifadə edirlər. They are very careful. Careful diqqətli, very careful çox diqqətli. Onlar çox diqqətli olurlar. Yəni alətlərini işləyən zaman çox diqqətli olurlar. Look at the dragon. Dragon əjdaha deməkdir. Əjdahaya baxın. Is he sleeping? O yatır. Yes, he is. Hə. There is also a sandcastle with an elephant and one with a shark. Also həmçinin elephant, fil, shark, köpək balığı. Dostlar baxın, burada filin və köpək balığının da qumdan formaları var. Orada həmçinin filin və köpək balığının da qumdan fiqurları var, ya da formaları var. Ya da belə deyə bilərik, orada həmçinin qumdan fil və köpək balığı da var. It takes a long time to build these beautiful sandcastles. Take a long time. Take a long time, uzun vaxt almaq, uzun zaman almaq, ya da çox vaxt almaq. Beautiful, gözəl. Bu gözəl qumdan qalaları düzəltmək çox vaxt alır. Bye bye my friends.